Bu Focus Point videosunda biz Excel'də errorlarla bağlı danışacağıq. Errorlar nədir? Excel'in hesablamada və ya formulada problem tapdığı zaman verdiyi xəbərdarlıq mesajıdır. İlk olaraq biz diyezlər barəsində danışaq. Bu texniki bir error deyil. Sadəcə sütun eni kifayət qədər olmadıqda, daha doğrusu kifayət qədər geniş olmadıqda xana daxilinə yazılan ədəd və ya tarix sığmır. Bu zaman bizə bu formada Excel xəbərdarlıq edir. Misal üçün deyək ki, biz bu xananın daxilinə bir tarix qeyd eləyək. Gördüyünüz kimi xananın eni kifayət qədər geniş olmadığı üçün məlumatı bizə göstərə bilmir. O zaman bu formada diyezlər formasında göstərmiş olur. Lakin biz xananı manual olaraq, daha doğrusu sütunun enini manual olaraq genişlətdikdə məlumatı bizə göstərmiş olur. Növbəti xəta növümüz divide by zero. Hansı ki biz bilirik ki, riyaziyyatda, hesablamalarda sıfıra bölmə yoxdur. Biz misal üçün daha doğrusu sıfıra hər hansı bir ədədə bölə bilərik. Onun da nəticəsi bildiyimiz kimi deyək ki, burada şərti bir qeyd eləyək. 6, 0. Biz 0 bölünsün 6 kimi hesablama apara bilərik və bunun nəticəsi 0 olur. Lakin biz hər hansı bir ədədi sıfıra bölə bilmədiyimiz üçün Excel bizə bu xətanı vermiş olur. Əlavə olaraq da onu deyim ki, Excel'də xana əgər boşdursa, 0 kimi funksiya və formula onu 0 kimi qəbul etdiyi üçün boş olduğu halda da eni xətanı vermiş olur. Gördüyünüz kimi 0 sildik və xəta olduğu kimi qalmış oldu. Növbəti xətamız referansdır. Formula daxilində istifadə edilən xanaların biri silindikdə bu xəta vermiş olur. Misal üçün deyək ki, biz bura hər hansı bir şərti rəqəmlər qeyd eləyək. Bu şərti rəqəmləri biz burada toplayaq. Deyək ki, C4 xanası üzərinə gəl, D4 xanası. Gördüyünüz kimi nəticəmiz var. Amma biz burada delete vasitəsilə deyək ki, məlumatı silən zaman gəlin biz sütunu silməyək, xananı siləyək. Xananı sildiyimiz zaman gördüyünüz kimi referans xətasını vermiş oldu. Hansı ki, burada da görürük ki, C4 xanası üstəgəl referansı yəni itirmişik. Tapa bilmirik ki, nəyə gəlirdi. Bu xətanı vermiş oldu. Növbəti errorumuz yanlış data tipi istifadə olunanda Excel'in xəbərdarlıq verməsi olur. Bu value'dur. Misal üçün deyək ki, biz formula daxilində ədədləri toplayırıq. Deyək ki, fərqli bir rəqəm edək. Toplayırıq. Bərabərdir. Bu üstəgəl deyək ki, C5 üstəgəl D5. Topladığımız zaman gördüyünüz kimi nəticə almış oluruq. İndi isə biz hər hansısa bir deyək ki, xanamızın çaşıb və ya hansısa bir xəta nəticəsində burada bir hərf yazmış oluruq. Bu zaman value dəyəri vermiş olur. Yəni hesablamada data tiplər uyğun gəlmir. Onun bir xəbərdarlığını vermiş olur. Növbəti error növümüz numberdir. Hansı ki biz hansısa forma nəticəsində və yaxud da hesablama nəticəsində əldə etdiyimiz dəyər Excel'in işləyib biləcəyi ədədlər aralığının xaricindədir. Misal üçün deyək ki, biz bura 10, bura isə 400 ədədini yazmış oluruq və belə bir funksiya ilə power, yəni qüvvətə qaldırma funksiyası ilə 10 ədədinin üzəri 400 dəfə, daha doğrusu 400 dəfəsini istəyirik. Bu forma daxilində məlumatları qeyd etdikdən sonra bizə number xətası vermiş olur. Çünki 10 üstü 400 ədədinin alacağı nəticə Excel'in işlədə biləcəyi ədəd aralığı deyil. Digər tərəfdən bu xəta hər hansı bir formula daxilində arqumentlərin qəbul etməyəcəyi bir ədəd azlıqda bu formada vermiş olur. Bu xətanı vermiş olur. Misal üçün deyək ki, biz bilirik ki, belə bir funksiyamız var. SQRT square root deməkdir kök altına. Biz misal üçün burada 64 ədədini qeyd etsək, bizə 8 nəticəsini vermiş olacaq. Və yaxud da deyək ki, biz burada 16 ədədini versək 4 vermiş olacaq. Lakin biz burada mənfi 16 versək, bizə number xətasını vermiş olacaq. Çünki heç bir ədədin kvadratı mənfi ola bilməz. Onun da yəni kök altısı, mənfi ədədində kök altısı mümkün deyil. Bu forma xətanı vermiş olur. Növbəti xətamız ENA-dır. ENA xətası istinad funksiyalarında, yəni VLOOKUP, XLOOKUP və s. axtardığı dəyəri cədvəldə tapa bilmədikdə göstərir. Not available
Yəni məlumat mövcud deyil. Gəlin bir misal göstərəyim. Bizim bir kiçik cədvəlimiz var. Deyək ki, kitab, qələm, dəftər. Biz burada bir misal üçün bir ədədini yazırıq və funksiyamızı qeyd edirik. VLOOKUP funksiyası, hansı ki bunun növbəti dərslərdə istinad funksiyaları barəsində olan dərslərimizdə keçəcək. Biz dəyərimizi seçirik, hansı dəyərdir. Ondan sonra aralığımızı seçirik, table aralığımızı table edirik. Daha sonra isə column index, yəni column hansı məlumatı hardan götürəcəyik. Gördüyünüz kimi bizim istədiyimiz məlumatlar kitab, qələm, dəftər, yəni ikinci sütunda yerləşir aralığımızın. Və burada etmək, dəqiq nəticə istədiyimiz üçün funksiyamızı yekunlaşdırırıq. Gördüyünüz kimi bir ədədinin nəticəsi qarşısında olan dəyər kitabdır, 2 ədədin qarşısında olan deyək ki, məlumat qələmdir və 3 ədədinin qarşısında olan dəyər isə dəftərdir. Lakin biz bura gəlib biz 4 qeyd etsək, enak xətasını vermiş olacaq. Çünki bizim istinad etdiyimiz cədvəlin daxilində hər hansı bir məlumat yoxdur. Ona görə bizim axtardığımız nəticə istinad etdiyimiz aralığın cədvəlin daxilində yoxdur. Enak xətası bu yüzden vermiş olur. Növbəti xətamız name xətasıdır. Hansı ki Excel'də daha çox istifadəçilərin qarşısına çıxır. Əsasən iki səbəbdən dolayı çox görmüş olacaqsınız. Deyək ki, birincisi biz Excel'də funksiyalardan çox istifadə edirik. Misal üçün sum funksiyasını istifadə edib burada yerləşən rəqəm, bura aralıqda yerləşən ədədlərin cəmini istəyirik. Gördüyünüz kimi nəticə almış oluruq. Lakin biz burada sum əvəzinə misal üçün çalışıb san yazsaq, nəticə vermiş olmayacaq. Çünki Excel funksiyanı tanımış olmur. Digər tərəfdən biz name xətasını harada görə bilərik? Misal üçün biz hansısa bir məlumatları birləşdirmək üçün, daha doğrusu funksiya daxilində mətn tipli məlumatları dırnaq içində yazmadıqda bu xəta vermiş olur. Misal üçün deyək ki, concat deyək ki, funksiyasından istifadə edək. Text bir deyək ki, məsəl üçün Elçin, hansı ki bunu dırnaqda yazmalıyıq. Misal üçün mürşidli. Lakin biz bunu dırnaq daxilində, qoşa dırnaq daxilində yazmırıq. Gördüyünüz kimi name xətasını vermiş olur. Lakin biz buraya yaxın, buraya gəlib yenidən bunları dırnaq içində yazsaq, bu mətnləri və yaxud da bu məlumatları birləşdirmiş olacaq. Ana daxilində birləşdirmiş olacaq. Gördüyünüz kimi qeyd etdim. Növbəti bizim xətamız null xətasıdır. Excel'də deyək ki, iki aralığın kəsişməsini tapa bilməyəndə yaranır. Ən çox qısa formada belə bir şey deyək ki, biz hansısa bir burada bu xana ilə bu xananın toplanmasını istəyirik və gördüyünüz kimi nəticə alırıq. Qısa olaraq belə izah edeyim ki, biz burada plus əvəzinə boşluq qoysaq, null dəyərini vermiş olacaq. Və yaxud da hansısa bir funksiyadan sum aralıq seçib, məsəl üçün bağlayıb, biz burada qoşa dırnaq əvəzinə boşluq yazmış olsaq, null xətasını vermiş olacaq. Növbəti xətamız spelldir. Hansı ki dinamik array funksiyalarında, məsələn sequence, unique, filter nəticələri bir neçə xanaya yerləşdirmək istəyirik. Amma həmin xanaların biri artıq doludur və biz onu bütün cədvəli gətirə bilmirik. O zaman bu xətanı vermiş olur. Gəlin misal üçün belə bir şey qeyd edək. Gördüyünüz kimi gəlin bura əlavə bir qələm, bunları biz ya burada deyək ki filter funksiyasını qeyd edək. Aralığı gətirmək istəyirik. Include deyək ki bu hissədə bu funksiya barəsində də növbəti dərslərimizdə danışacağıq. Qısa olaraq izah etmək istəyirəm. Bu funksiya barəsində danışmayacağım. Value xətasını vermiş olduq. Biz burada hansısa bir burada qeyd etməliyik. Bərabərdir deyək ki, kitab olan məlumatları gətirmiş olsun. Daha doğrusu kitab gətirdikdə bir ədəd var deyək. Gəlin biz onu qələm edək. Gördüyünüz kimi spell
xətasını vermiş oldu. Çünki bunun gətirəcəyi 3 ədəd deyək ki, xana burada ikisi boş olduğu və üçüncüsü dolu oldu. Biz bura əgər burada yerləşən məlumatı silsək və ya da formanı silsək, gördüyünüz kimi dinamik array funksiyası məlumatları gətirmiş olur. Spell xətası da budur, yəni dediyimiz kimi. Və calculate, hansı ki bu dinamik array funksiyalarından biri olan filter funksiyası zamanı biz məlumatları tapmadıqda bu erroru vermiş olur. Bununla da bağlı bir məlumat qeyd eləyək. Misal üçün, daha doğrusu biz yuxarıda speli verdik. İndi isə gəlin biz həmin funksiya ilə misal üçün bu funksiyanı kopyalayaq. Bura qeyd etdik və bunu vermiş oldu. İndi isə biz bura misal üçün H3 əvəzinə qeyd etsək ki, məsəl üçün nə qeyd edə bilərik? Pozan qeyd edək. Gördüyünüz kimi bu xətanı vermiş oldu. Bunu da bura qeyd edək. Spell xətası. Son olaraq xətalar barəsində onu deyim ki, biz əgər xətaları aradan qaldırmaq istəyiriksə, if error funksiyasından istifadə edirik. Bunu hansı ki əvvəlki dərslərimizdə keçmişik. Gördüyünüz kimi bu formada nəticəni və yaxud da erroru boşluqdan əvəz eləmiş oldu və istənilən xətalarda bunu istifadə etmək olur, lakin bir spell funksiyasında istifadə etmək olmur. Calculator'da istifadə etmək olaraq siz xətanı aradan qaldıra bilərsiniz. Bu Fox Point videosu haqqında yəni bu qədər, xətalar barəsində bu qədər.